Salam əziz izləyicilər. Bugün söz açacağımız mövzu yerin təbii peyki olan ay haqqında olacaq. Ay həmişə diqqətimizi cəlb edib. Bəşəriyyət tarixinin başlanğıcından insanlar həmişə gecə səmasında o parlayan obyektə baxır və bunun nə demək olduğunu dərk etmək istəyirdilər. Bütün mədəniyyətlərdə və qitələrdə ay sir, zaman, romantika və gücün simvolu olmuşdur. Bu videoda yerin təbii peyki haqqında danışacağıq. Onsuz planetimizdə həyat ümumiyyətlə mövcud olsaydı tamamilə fərqli olacağını öyrənəcəksiniz. Məhz isə ayla əlaqəli konspirasiya nəzəriyyələri və gələcəkdə onun bütün bəşəriyyət üçün çox vacib bir qaynaq mənbəyinə çevirə biləcəyi haqqında məlumat verəcəyəm. Ayın yaranması barədə bir çox fərziyyələr var. Lakin onların içində ən çox qəbul olunan fərziyyə budur ki, təxminən 4,5 milyard il əvvəl gənc yer Mars ölçüsündə protoplanetlə toqquşmuşdur. Ay kimi formalaşaraq yerin təbii peykinə çevrilmişdi. Və bu zərbə nəticəsində yerin öz oxu ətrafına fırlanması sürətlənmişdi. Bu fərziyyə indi əsas hesab olunur. Çünki o, ayın və yerin kimyəvi tərkibində böyük oxşarlıqları digər fərzlərdən daha yaxşı izah edir. Yeri gəlmişkən bu fərziyyə Amerika astronavtlarının aya uçuşundan əvvəl əsas fərziyyə kimi qəbul olunmamışdı. Məsələ burasındadır ki, aya uçan astronavtlar oradan ay süxurunun bir çox nümunələrini yerə gətirmişdilər ki, bu da alimlərə bu süxurların kimyəvi tərkibini öyrənməyə imkan vermişdi. Bu kəşfdən sonra elmi ictimaiyyət ayın əmələ gəlməsi məsələsi ilə bağlı fikirlərini tamamilə yeni nəzərdən keçirtdi. Yer ilə ay arasında ən yaxın məsafə təxminən 383.300 km, ən uzaq məsafə isə 405.500 km təşkil edir. Onun diametri 3474 km olmaqla yerin diametrinin təxminən 1/4-dən bir qədər çox təşkil edir. Ayın gravitasiyası yerin gravitasiyasından 6 dəfə kiçikdir. Məsələn, əgər çəkiniz yerdə 100 kiloqram təşkil edirsə, o zaman ayda sizin çəkiniz 16 kiloqram 600 qram təşkil edəcəkdir. Ayın səthindəki kraterlər əsasən meteoritlər, asteroidlər və kometlərin yüksək sürətlə ay səthinə çırpılması nəticəsində əmələ gəlmişdir. Ayda atmosfer olmadığı üçün bu cür obyektlər səthə maneəsiz olaraq çatır və eroziya olmadığından bu kraterlər milyardlarla il qorunub qala bilir. Ayın səthində 7-dən böyük krater mövcuddur. Bunların içərisində ən böyüyü Aitken Basin krateridir. Bu kraterin diametri 2500 km, dərinliyi isə təxminən 13 kilometrə yaxındır. Müqayisə üçün deyək ki, yer kürəsinin ən yüksək nöqtəsi Everestin hündürlüyü 8,8 kilometrdir. Ayda həmçinin bir çox dağlar da var. Ən hündür dağ Leibniz adlanır ki, onun hündürlüyü təxminən 10 kilometr olduğu ehtimal edilir. Ayda atmosfer varmı sualına belə cavab vermək olar. Texniki olaraq bəli, amma bu həddindən artıq nazik və seyrək olduğundan tam olaraq atmosfer sayılmır. Bu nazik qat eksosfer adlanır. Ayın eksosferində çox az sayda qaz molekulu var. Bu qat o qədər nazikdir ki, burada küləklər əsmir, buludlar, yağış, qar və ya hava təzyiqi yoxdur. Orada hava olmadığından səs yayılmır. Atmosfer olmadığı üçün ayda temperatur fərqləri çox kəskindir. Gündüzlər 127 dərəcə istidən, gecələr -173 dərəcəyə qədər düşə bilər. Ayın atmosferi o qədər seyrəkdir ki, orada nəfəs almaq üçün oksigen yoxdur. Ayda suyun olub-olmaması uzun illər alimlər arasında maraq doğurmuşdu. Bugünkü elmi nəticələr isə təsdiqləyir ki, ayda su var. Lakin bu su yer üzündəki kimi açıq göllər və ya çaylar şəklində deyil. Ayda su əsasən buz formasında mövcuddur. Bu su izləri ilk dəfə 2009-cu ildə
müxtəlif kosmik missiyalar vasitəsilə müəyyənləşdirilmişdir. Ayda su əsasən cənub və şimal qütblərində yerləşən bəzi dərin kraterlərdə toplaşıb. Bu kraterlər çox dərin olma səbəbindən günəş şüaları bu bölgələrə heç vaxt çatmadığı üçün bu yerlərdə temperatur -200 dərəcədən də aşağı olur. Belə şəraitdə su buz şəklində milyonlarla il ərzində ərimədən qala bilir. Məsələn, cənub qütbündə yerləşən məşhur Şakleton və Cabezos kraterləri bu cür su ehtiyatları baxımından çox vacib hesab olunur. Gələcəkdə ayda baza qurmaq və uzun müddətli kosmik missiyalar həyata keçirmək üçün su həyati əhəmiyyət daşıyır. Astronavtlar üçün içməli su kimi istifadə oluna bilər. Həmçinin sudan oksigen və hidrogen ayıraraq nəfəs almaq və raket yanacağı üçün istifadə edilə bilər. Bu isə ayda və hətta Marsa qədər uzanan missiyalar üçün çox vacib amildir. Nəticə olaraq ay səhraya bənzər görünsə də, onun içində həyat üçün vacib olan bu qiymətli maddə, su mövcuddur. Gələcəkdə kosmik araşdırmalar və insan yaşayış məntəqələrinin qurulması üçün bu su ehtiyatları strateji baxımdan son dərəcə önəmlidir. Elm yer üzündə həyatın necə meydana gəldiyini dəqiq bilmir. Lakin insanların və yer üzündəki bütün digər bioloji növlərin təkamül nəticəsində əmələ gəldiyini bilir. Beləliklə, ay təkamül prosesində böyük rol oynamışdı. Ay olmasaydı, biz də olmazdıq. Ay yerə təsir edir, yəni fırlanma oxunu sabitləşdirir. Həmçinin qabarma və çəkilmələri səbəb olur. Sonuncudan başlayaq. Quru sahillərində, xüsusən də ekvatorda müntəzəm qabarma və çəkilmələr olduğu üçün dayaz sularda müxtəlif orqanizmlərin həyatı üçün ideal mühit formalaşmışdır. Orada isti və çoxlu işıq var. Ən çox yayılmış fərzələrdən birinə görə həyat təxminən belə kiçik su hövzələrində, əsasən okeanın və ya dənizin sahilində yerləşən gölməçələrdə qabarma və çəkilmələr səbəbindən yaranmışdır. Bu gölməçələr su ilə doldurulurdu, su qismən buxarlanırdı və buna görə də bu gölməçələrdə müxtəlif kimyəvi elementlərin konsentratlı məhlulu meydana çıxırdı. Buna görə də ay olmasaydı, qabarma və çəkilmələr demək olar ki, olmazdır. Ona görə ola bilsin ki, yerdə həyat ümumiyyətlə yaranmazdır. Burada qabarma və çəkilmələr böyük rol oynamışdı. Yəni, suda olan canlı orqanizmlər quruya çıxaraq təkamül etməyə başladı. Bu canlı orqanizmlər öz istəkləri ilə sudan quruya çıxmazdılar. Onlar ay sayəsində yaranan dalğalar tərəfindən quruya atılmışdı. Həmçinin yer kürəsinin çox sabit iqlimə malik olmasında ay həlledici rol oynayır. Ay yerin fırlanma oxunu sabitləşdirir. Ay olmasaydı, yerin fırlanma oxunun meyilliyi tez-tez dəyişərdi. Buna görə də yerdəki iqlim son dərəcədə qeyri-sabit olardı. Bu da öz növbəsindən mikroorqanizmlə mürəkkəb həyat formalarına çevrilməsinə imkan verməzdi. Həmçinin ay olmasaydı, gecələr və gündüzlər də çox qısa olardı. Bütün bunlar orqanizmlərin ətrafımızdakı mühitə necə uyğunlaşacağına çox təsir edərdi. Buna görə də bir daha bildiririk ki, ay olmasaydı, yerdəki həyat ümumiyyətlə olmazdı və yaxud tamamilə fərqli görünərdi. Bir çox bioloqlar həyatın yalnız ayı olan yerə bənzər planetdə yarana biləcəyinə inanırlar. Ayımız konspirasiya nəzərilərinə inananların sevimli mövzusudur. Ayın mövcud olmadığı haqqında bir konspirasiya nəzəriyyəsinə görə, güya kimsə ayın holoqramını yerin səmasına proyeksiya edir. Bunun lehinə arqument olaraq bütün bunların sadəcə kompüter qrafikası olduğunu iddia edirlər. Həmçinin ayın yerə həmişə eyni tərəfdə üz tutmasını da göstərirlər. Onun ikinci tərəfinin ümumiyyətlə olmadığını deyirlər. Siz yəqin bilirsiniz ki, dünyada böyük sayda müəyyən qrup insanlar Amerikalıların aya uçmadığına inanır. Digər qrup insanlar da var ki, Amerikalıların ayda olduqlarına inanır, lakin çəkdikləri foto və videoların həqiqiliyinə inanmırlar. Onlar iddia edirlər ki, güya Amerikalılar aya uçaraq, orada heç vaxt ictimaiyyət üçün açıqlanmayacaq şeylərlə rastlaşmış, ona görə də sadəcə olaraq bu uçuşun bütün təfərrüatlarını kino pavilyonlarında lentə almışlar. Ayda isə onlar qədim yüksək inkişaf etmiş sivilizasiyaların xarabalıqlarını
və insanların varlığını bilmədiyi yad planetli kosmik gəmiləri aşkar ediblər. Buna görə də NASA belə bir böyük yalana getmişdi. İndi isə sizə bu konspirasiya nəzəriyyəsinin necə ortaya çıxdığını və onun kim tərəfindən başladığını danışmaq istəyirəm. Ay konspirasiya nəzəriyyəsi haqqında danışan ilk şəxs Amerikalı yazıcısı Bill Kaysing olmuşdur. O, Saturn raketləri üçün mühərriklərin istehsalı ilə məşğul olan bir şirkətdə işləyirdi. 1976-cı ildə uçuşdan 7 il sonra Bill Kaysing "Biz heç vaxt Aya uçmamışıq" adlı kitab yazdı və burada konspirasiya nəzəriyyəsini təsvir etdi. O, bütün bunların Amerika hökumətinin Sovet İttifaqından üstünlüyünü sübut etmək üçün qurduğu saxtakarlıq olduğunu iddia etmişdi. Onun bildirdiyinə görə o zaman bəşəriyyətin sadəcə olaraq insanları Aya göndərmək və daha çox onları geri qaytarmaq üçün texniki imkanları yox idi. Digər iddiaya görə, məsələn, Aydan çəkilən videoda güya yanlış kölgələr olmuş, bayrağın sərf dalğalanması, səmada ulduzların olmaması və digər məqamlar ortaya qoyulurdu. Bununla da bu kitab konspirasiya nəzəriyyəsinin inkişafına təkan oldu. Ayda torpaq sahəsi almaq və ona sahib olduğunuz təsdiq edən sənəd almaq imkanı olduğunu bilirdinizmi? Amma dərhal bununla qeyd etmək lazımdır ki, bu torpaq şəhadətnaməsinin heç bir hüquqi qüvvəsi yoxdur. Bu sadəcə olaraq bir kağız parçasıdır. Bu sertifikatları satan şəxsin adı Dennis Hope'dur. O, Amerika vətəndaşıdır. 1980-ci ildə işdən çıxdıqdan sonra kifayət qədər pul qazanmaq barədə düşünməyə başladı. Bir dəfə o, Aya baxdı və qəfildən ağlına belə bir fikir gəldi. O, Aya rəsmi olaraq kimin sahib olduğunu sualını öyrənmək üçün kitabxanaya gedərək orada 1967-ci il kosmos müqaviləsi sənədini tapmağı bacardı. Bu sənəd onlarla ölkə, o cümlədən Amerika Birləşmiş Ştatları və Sovet İttifaqı tərəfindən imzalanmışdı. Sənəddə deyilir ki, heç bir dövlətin Ay üzərində öz suverenliyi bərqərar etmək hüququ yoxdur. Bununla belə müqavilədə ayrı-ayrı insanların bunu edə biləcəyi barədə heç nə deyilmirdi. Dennis Hope qanunun buna icazə verdiyini düşünərək Ayı və Günəş sisteminin digər planetlərini öz mülkü elan etmişdi. O, hətta Birləşmiş Millətlər Təşkilatına bu barədə bildirişlər də göndərmişdi. Təbii ki, öz növbəsində BMT onun Aya sahiblik hüququnu tanımaqdan imtina etdi. Lakin Dennis bundan artıq narahat değildi. O, Ayda torpaq sahələri satmağa başladı və qiymətlər kifayət qədər münasib idi. Bir akır, yəni ayda təxminən 4000 kvadrat metr ərazi cəmi 25 dolara başa gəlirdi. Belə torpaq sahələrini Dennisdən alanlar çox olub. Bildirilir ki, 40 ilə yaxın zaman ərzində o təxminən 20 milyon dollar qazana bilmişdi. Dennis müştərilərinə gözəl kağız sertifikatlar verir, amma əvvəldən dediyim kimi bu sertifikatların heç bir hüquqi qüvvəsi yoxdur. Ayı öyrənmək üçün kosmosa buraxılan ilk kosmik gəmi SSR-in Luna proqramı çərçivəsində 1959-cu ildə Aya göndərilən Luna 1 kosmik gəmisidir. Amerika Birləşmiş Ştatları tərəfindən Ayı öyrənmək üçün Apollon proqramı çərçivəsində 1968-ci ildə Apollon 8 kosmik gəmisi Aya göndərilmişdi. 1969-1972-ci illərdə Apollon proqramı çərçivəsində daha 6 kosmik gəmi Aya göndərilmişdi. Aya uğurlu eniş həyata keçirən ilk insanlı kosmik gəmi Apollon 11 olmuşdur. Bu hadisə 20 iyul 1969-cu ildə baş vermişdi. Bu missiyalar nəticəsində yerə Ay süxurlarından nümunə gətirilmişdi. Bu nümunələr nəticəsində Ayın mənşəyi, daxili strukturunun quruluşu və geoloji inkişafı haqqında mühüm məlumatlar əldə olunmuşdur. 1972-ci ildə göndərilən Apollon 17 kosmik gəmisindən sonra Aya yalnız insansız kosmik gəmilər göndərilmişdir. İnsanların Aya uçması bəşər tarixində ən mühüm hadisələrdən biri idi. Lakin çox keçmədən dünya ictimaiyyəti Aya olan marağı tamamilə itirdi. İnsanlar ora uçmağı dayandırdılar və Aya uçuşlar üçün büdcələr dəfələrlə kəsildi. Uzun müddət ərzində insanlar Aya uçmağın heç bir mənası olmadığı fikrinə gəlmişdilər. Lakin gələcəkdə Aya uçuşların maliyyə baxımından çox sərfəli hadisəyə çevrilməsi mümkündür. İş ondadır ki, bizim təbii peykimizin səthində
Helium-3 adlı çox qiymətli maddə var. Bu maddə ay torpağında tapılmışdır və günəş küləyi deyilən bir fenomenə görə orada məskunlaşmışdır. Bu günəşin göndərdiyi hissəciklər axınıdır. Ayda atmosfer yoxdur. Buna görə də milyardlarla il ərzində bu küləyin təsiri altında ay torpağında bu maddənin yüksək konsentrasiyası yığılmışdır. Yerdə olan atmosferə görə bu maddə yer kürəsində çox azdır və bu maddə gələcəyin yanacağı kimi istifadə edilə bilər. Elmimiz idarə olunan termonüvə sintezi üçün reaktorlar yaratmağın bir yolunu tapsa, yəni ulduzların daxilində baş verən prosesi reaktorda mahiyyətcə yenidən yaratsa, böyük ölçülərdə işıq və enerji əldə etmək mümkün olacaq. Bu, müasir atom elektrik stansiyalarının istifadə etdiyi prinsipdən tamamilə fərqli bir prinsipdir. Nəzərə olaraq idarə olunan nüvə sintezi heç bir işlənmiş qazlar və nüvə tullantıları olmadan bütün planeti təmiz enerji ilə təmin edə bilər. Bu texnologiyanın yaradılması üzərində iş uzun müddətdir ki, davam edir. Belə ki, belə bir reaktor ixtira edilsə, onun üçün ən yaxşı yanacaq helium-3 olacaq. Yerdən kosmosa nəyisə buraxmaq bahadır. Ayın səthinə yerə istənilən yükün gətirilməsi isə daha baha başa gəlir. Lakin qeyd etdiyimiz nüvə sintezi reaktoru icad edilsə, helium-3 o qədər qiymətli olacaq ki, onun ayda çıxarıb yerə göndərmək iqtisadi cəhətdən mümkün olacaq. Bu maddənin bir tonu milyardlarla dollara başa gələ bilər. Ona görə də tamamilə mümkündür ki, nə vaxtsa ay bütün yer kürəsini və onun nəhəng əhalisini neft və qaz əvəzinə təmiz, təhlükəsiz enerji ilə təmin edəcək. Siz ayın hər il yerdən 3,8 sm uzaqlaşdığını haqqında yəqin ki, bilmirsiniz. Məsələ burasındadır ki, Apollo gəmisinin astronavtları aya uçarkən orada lazer vasitəsilə yerlə ay arasına məsafəni mütləq dəqiqliklə ölçməyə imkan verən xüsusi avadanlıq qoymuşlar və bunun sayəsində ayın yerdən hansı məsafədə uzaqlaşdığını biz bilirik. Lakin kosmik standartlara görə bu məsafə çox əhəmiyyətsizdir və növbəti milyard illər ərzində biz ayın itməsi kimi təhlükə ilə üzləşə bilmərik. Əvvəllər ay yerə çox yaxın idi və planetimizə cazibə qüvvəsi daha çox təsir edirdi. Buna görə də qabarma və çəkilmələr, belə demək mümkünsə, daha böyük idi. Yüksək qabarma və çəkilmə zamanı su indiki kimi bir neçə yüz metr deyil, kilometrlərlə hərəkət edirdi. Ay yox olarsa, dayaz sahillərdə yaşayan bir çox növlər qısa müddət ərzində məhv olacaq. Bunlar xərçəng kimilər, müxtəlif mollyuskalar, balıqlar, mərcanlar və yosunlardır. Yəni qabarma və çəkilmə olmadıqda, dayaz sahillərdə baş verən bütün proseslər pozulacaq. Bu, həmçinin daha dərin sularda yaşayanlara da təsir edəcək. Axı bütün okean sistemləri bir-birinə bağlıdır. Həmçinin yer kürəsində hava çox dəyişəcək. Bu da insanlara təsir edəcək. Okean cərəyanları yerdəki iqlimin formalaşmasında böyük rol oynayır. Ay olmadan bu cərəyanlar çox dəyişəcək. Bu səbəbdən ekvatora yaxın bölgələr yaşayış üçün tamamilə yararsız hala düşəcək. Bu səbəbdən onlar isti səhraya çevriləcəklər. Şimal bölgələri, məsələn Rusiyanın şimalı və Skandinaviya buzlu səhralara çevriləcəklər. Ayın yoxa çıxması səbəbindən yerin fırlanma oxu çox dəyişəcək. Oxun mailiyi 10 dərəcədən çox dəyişilə bilər ki, bu da tamamilə fəlakətli iqlim dəyişikliyinə səbəb olacaq. Buna görə də ayın olması çox yaxşıdır və yaxın gələcəkdə o heç yerə getməyəcək. 21-ci əsrdə ay tədqiqatı sadəcə teleskoplarla baxmaq və peyklər göndərməkdən ibarət deyil. İndi əsas məqsəd ayda baza qurmaq, resursları yerində istifadə etmək və onu Mars və digər planetlərə keçid nöqtəsi kimi istifadə etməkdir. Bu baxımdan ay təkcə astronomik obyekt yox, gələcəyin real kosmik stansiyası və bəşəriyyətin yeni sərhədi hesab olunur. 21-ci əsrdə ayın tədqiqi bəşəriyyətin kosmik sahədə atdığı ən mühüm və strateji addımlardan biri kimi qiymətləndirilir. 2000-ci illərin əvvəlindən başlayaraq bir çox ölkə və kosmik agentliklər
ayın tədqiqinə yeni missiyalarla qoşulmağa başladı. 2007-ci ildə Yaponiyanın Kaguya peyki ayın orbitinə daxil olaraq onun səthinin yüksək dəqiqliklə xəritəsini çəkmişdi. 2008-ci ildə Hindistanın Chandrayaan-1 peyki ayın səthində su molekullarının izlərini tapmaqla bu sahədə əsl elmi inqilab yaratmışdır. 2009-cu ildə Amerika Birləşmiş Ştatlarının El-Cross missiyası Cənub qütbündə yerləşən kraterə toqquşaraq ayda buz suyu olduğunu sübut etmişdir. Çin isə 21-ci əsrdə ay tədqiqatına çox fəal şəkildə qoşulan ölkələrdən biridir. Onlar Chang'e proqramı çərçivəsində bir neçə uğurlu missiya həyata keçirmişlər. 2013-cü ildə Chang'e 3 ay səthinə enən ilk Çin missiyası oldu və Yuta adlı ay aparatını yerə indirdi. Daha sonra 2019-cu ildə Chang'e 4 ayın qaranlıq tərəfinə uğurla eniş edən ilk missiya kimi tarixə düşdü. Bu missiya sayəsində ayın əvvəllər müşahidə olunmayan bölgələri tədqiq edildi. 2020-ci ildə Chang'e 5 isə ayın görünməyən tərəfindən torpaq nümunələrini gətirən ilk müasir missiya oldu. Amerika Birləşmiş Ştatları ayın tədqiqi sayəsində yenidən lider mövqeyini bərpa etməyə çalışır. NASA'nın Artemis proqramı 21-ci əsrdə ayda insanların varlığını bərpa etmək məqsədini daşıyır. Bu proqram çərçivəsində əvvəlcə pilotsuz, daha sonra isə astronavtlı missiyalarla ayın səthinə enmək və xüsusilə Cənub qütbündə su ehtiyatları araşdırmaq planlaşdırılır. Artemis 2 missiyası 2027-ci ildə astronavtların ayın ətrafına dövrə vurmasını, Artemis 3 isə növbəti mərhələdə insanları yenidən ay səthinə çatdırmağı planlaşdırır. Beləliklə, ay haqqında hazırladığımız verilişimizi başa çatdırırıq. Ümid edirəm ki, bu veriliş zamanı ay haqqında hər hansı yeni məlumat ala bildiniz. Bununla da sizinlə sağollaşıram. Kanala abunə olun ki, növbəti verilişlərimizi qaçırmayasınız. Növbəti görüşlərədək. Hələlik.